15 il hər gün enerji içkisi içdi, qaraciyər xəstəliyi aşkarlandı. 15 il hər gün enerji içkisi içən qadında qaraciyər xəstəliyi aşkarlanıb. Avstraliyada yaşayan Britaniyalı qadın Lucy Parker 15 ildən artıq hər səhərini enerji içkisi ilə başlayırdı. Lakin bu vərdiş onun sağlamlığına ciddi təsir göstərib. Qarın nahiyəsində ağrılar səbəbilə həkimə müraciət edən Lucy tibbi müayinədən sonra şok yaşayıb. Onda qaraciyərin piylənməsi, yəni qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyi aşkarlanıb. Bu xəstəlik zamanla sirroz, şəkərli diabet, yüksək təzyiq və böyrək problemlərinə səbəb ola bilər. Şoka düşdüm. İçki içmirəm, siqaret çəkmirəm, narkotikdən istifadə etmirəm deyə Lucy bildirib. Onun yeganə zərərli vərdişi isə illərlə davam edən enerji içkilərinə aludəçiliyi olub. Həkimlərin xəbərdarlığından sonra o enerji içkilərindən tamamilə imtina edib və həyat tərzini dəyişərək sağlamlığını yaxşılaşdırmağa nail olub. Mütəxəssislər xəbərdarlıq edir ki, enerji içkilərində yüksək miqdarda şəkər və kimyəvi maddələr mövcuddur və onların uzun müddətli istifadəsi orqanizmə ciddi ziyan vurur.